Sabahınız xeyir. Bugün Sarayevo'da ikinci günümdür. Gedirəm börək yeməyə. Əvvəlcə bir qarnımızı doyuzduraq, ondan sonra gezəcəm. Sifariş elədim kartoflu börək və ətli börək. Görək necədir. Burada ancaq yerlilər yeyir. Mən də gəldim yerlilərin yediyi börəyin dadına baxmağa. Bir kartoflunun dadına baxaq. Almadım. İndi də ətlə olan. Üstünə də qatıq töküblər. Belə smetan kimi bir qatıqdır, yəni. Nə qatı deyil, nə də duru deyil. Yağlı bir qatıqdır. Bura gələndə video çəkib eləyəndə çox yerdə hər dəfə deyirlər ki, kaşki yanında çay da olsa börəyin. Odur ki, məncə oradan esinlənərək artıq çay da soruşurlar. İçməyə bir şey istəyirsinizmi deyə. Çox mehribandılar. Bura Sevil fontanıdır, taxtadandır. Osmanlı dönəmində tikilib. Bunlar da deyəsən məktəblilərdir. Müəllimləri gətirib ki, məlumat versinlər baş çarşı haqqında. Dönər alıb yeyirlər, bunlarda da börək alıb yeyirlər. Kartoflu börək, ətli börək. Uşaqlar, məktəblilər dərsdən çıxanda alıb yedikləri fast food börəkdir. Qazi Hüsrev Bey Bezistan'dır bura. Mənə Təbriz bazarını xatırlatdı. Sanki Təbriz bazarıdır. Sizə belə bir işarə var. Bir istiqamət gedir Avropa Macaristan tərəfə. Yəni oranı göstərir. West. East isə göstərir Osmanlı tərəfi. Belə rəngarəng və möhtəşəm binaları mən axırıncı dəfə Napolidə görmüşdüm. Çox qəşəng. Bura müqəddəs Qəlb katedralıdır. Bu Sarayevonun ən məşhur və qədimi tikililərindən biridir. 1889-cu ildə inşa olunub, müharibə dövründə ağır zədələr alsa da sonradan bərpa olunub. Mən gəldim, girdim Müqəddəs Qəlb kilsəsinə. Əvvəlcə qadın icazə vermədi. Bir həyat yoldaşıyla birlikdə gəlmiş Türk xanım var idi. İcazə vermədi içəri keçməyə ki, qrup var içəridə. Onlar çıxdılar, getdilər. Mən öyrəşmişəm həyatdan istədiyimiz sökə-sökə almağa. Onu gözlədim, dedim mən gözləyirəm burada, onlar çıxsınlar, girərəm. Sonra gördük ki, gözləyirəm. 2 manat ödənişimi elədim, girdim içəri. Bir tək bu ödənişli olmaq məsələsini uyğun hesab eləmirəm. Çünki dini inanclar belə bir şeydir ki, yəni inancla pul heç yerə üst-üstə düşmür. Pulun olmamalı deyə düşünürəm. Dünyanın heç bir yerində də məncə, mən gəzdiyim ölkələrdə kilsələrə, məscidlərə həmişə pulsuz girmişik. Belə bir şey yoxdur. Amma burada təəssüf ki, pullandır. Bura Baş Çarşı məscididir və Baş Çarşıda yerləşir. Osmanlılar tərəfindən 16-cı əsrdə inşa olunub. Bu isə Fərhadiyyə məscididir. Bu da Sarayevonun mərkəzində yerləşir. 1561-1562-ci illərdə Fərhad bəy Vukoviç tərəfindən tikilib və Sarayevoda Osmanlı memarlığının ən gözəl nümunələrindən biri hesab olunur. Bura o məşhur Latın körpüsüdür. Hansı ki, Frans Ferdinand, Avstriya Macaristan vəliəhdi Frans Ferdinand burada qətlə yetirilməsəydi, bəlkə də 1-ci Dünya müharibəsi başlamayacaqdı. Ya da 1-ci Dünya müharibəsinin başlamağı üçün başqa bəhanə lazım gələcəkdi. Burada Milaçka çayıdır. Bu körpüdə elə Milaçka çayı üzərində yerləşir.
Bura isə Aşkenazi sinaqoqudur. 1902-ci ildə tikilib, hələ də içərisində Yahudilərin dini mərasimləri keçirilir. Gördüyünüz yer İnat Kuca əvvəl olub bu bələdiyyə binasının yerində. Bu bələdiyyə binasını tikmək istəyəndə də həmin adama pul təklif ediblər çoxlu ki, bəs bu evi bizə sat. O isə inatkarlığından deyib ki, yox, bu evi sata bilmərəm. Və uzun müddətdən sonra bir şəkildə razılaşıb o səbəbə ki, yəni əgər tamamilə eynisini oradakı evin ki, oradaymış ev və tam bu şəkildəymiş, olduğu kimi yolun qarşı tərəfinə tikəcəksinizsə, yaxşı. Onlar da tam o evin olduğu şəkildə bu evi tikiblər ki, tək razılaşsın, bizə binamızı tikək. Gəzdim, gəldim və Bosniyanın milli şirniyyatının dadına baxacağım indi. Bu almalı bir şirniyyatdır. İçərisində darçından qoz var. Üzərində belə qaymaq qoyublar. Görən necə dadacaq. Həm də şərbətli olmalıdır. Bunlarda da dayanacaqlarda belə daşlar var, üstündə oturma var. Bizim analarımız olsa deyər, oturma qarnını ağrıyar, amma hamı oturur. Bura isə Sarayevonun ən böyük parkıdır. Veliki Park adlanır. Kiçik bir uşaq qəbirlərindən ibarət yer də var burada. Hansı ki, Saraybosna müharibəsində ölən uşaqların xatirəsi üçün qoyulub. Qəşəng, hüzurlu bir parkdır. Şəhərin səs-küyündən, xüsusilə Avstriya-Macaristan hissəsindəki səs-küydən yorulsaz, burada gəlib nəfəs ala bilərsiniz. Yanımda bazar var. Girdim oradan özümə çiyələk aldım. Necə dadsız ola bilər? Qoxusu möhtəşəmdir. Əslində çox acam. Mən dondurma yeyirəm ki, biraz aclığım getsin. Çünki gün batımına çatmaq istəyirəm. Yellow Fortress-ə. Görək çata biləcəmmi? Yellow Fortress əslində Sarayevada ən gözəl mənzərənin izləndiyi bir nöqtədir. Hansı ki 18-ci əsrdə Osmanlılar tərəfindən tikilmiş bir qaladır Sarayevonun müdafiəsi üçün. Ancaq buradan baxanda çox qəribə bir şəkildə həm şəhərin gözəlliyi, həm də onun ağrılı tarixi canlanır. 1992-1996-cı illərdə Sarayevo tarixdə ən uzun müddətli mühasirəni yaşadı. Mühasirə zamanı minlərlə insan həyatını itirdi. İllərlə şəhər atəş altında qaldı. Təkcə Sarayevoda 11 mindən artıq insan həyatını itirdi. Həyatını itirənlərin içərisində çox sayda uşaq da var idi. Müharibələr bitdikdən sonra şəhərlər yenidən qurula bilir. Ancaq uzun müddət təhlükə içərisində yaşamış insanların bədənləri bu qorxunu illərlə özündə daşıyır. Yan yana iki məscid var. İkisindən də əzan səsi gəlir hazırda. Baxın, burada da, arkada da. Və Bosniya mantısı. Görək necədir. Paxlava xəmirindəndir sanki.
Sanki yox. Baxma xəmirindəndir. Bunda. Son olaraq isə Qazi Hüsrev bəy məscidini göstərirəm sizə. 1530-cu ildə Osmanlı Sancaq bəy Qazi Hüsrev bəy tərəfindən tikilibdir və hal-hazırda Sarayevoya gözəlliyinə daha da gözəllik qatır.